Yaxşı müəllimə, valideynlə harada əlaqə saxlayırsınız? Aha, valideynlə mütəmadi olaraq təbii ki, sinifimizdəki şagirdlərin valideynləri ilə mütəmadi olaraq təbii ki, əlaqə saxlayıram. Əsas da sinif iclasları, yəni valideyn iclasları eləyən zaman əlaqə saxlayırıq. Amma ola bilər ki, hər hansı bir müəllim, hər hansı bir valideyn dərsə gəlməsin, iclasa gəlməsin. Və bu zamanda müəyyən səbəblər ola bilər, ailə daxili problemlər ola bilər, işindən dolayı ola bilər. Mən valideyni uşaq haqqında məlumatlandırıram. Telefonla və yaxud da başqa vasitələrlə uşağın haqqında, nailiyyətləri və yaxud da ki, hər hansı bir zəiflik varsa valideynə bildirirəm. Dərsdə istifadə olunan iş üsullarını nəyə əsasən müəyyənləşdirirsiniz? Aha, dərsdə istifadə olunan iş üsullarını mən təlim nəticəmə əsasən dəyərləndirirəm, seçirəm. Bəs alt standarta əsasən biz nəyi müəyyən edirik? Alt standarta əsasən biz təlim nəticələrimizi müəyyən edə bilərik. Alt standart neçə hissədən ibarətdir? Alt standart 2 hissədən ibarətdir, bilik və bacarıq hissədən. Aqressiv uşaqla necə davranmaq lazımdır müəllimə? Aha, aqressiv uşaqla necə davranmaq lazımdır? Təbii ki, bizim sinifimizdə hər bir uşaq tipi var. Mən çalışıram ki, həmişə həmin uşaqlara qarşı öz sakitliyimi qoruyum, onlarla normal münasibət bəsləyim, onları anlamağa çalışım, empatiya qurmağa çalışım. Yəni onları aqressiv olmaqdan yəni çalışacağam ki, dərsində aqressiv olmasınlar, dərsə cəlb olunsunlar. Yəni onlarla sakit söhbət aparmağa çalışacağam. Sevgi ilə, səbrlə, xoş münasibət, xoş rəftar göstərərəm. Ən kiçik uğurlarını onların vurğulayaram, mükafatlandıraram. Bax belə digər ifadələrdən də istifadə eləyə bilərsiniz müəllimə, doğrudur. Bir dənə də sonuncu sualımı verim. Direktor gəlib oturub dərsinizdə, dərsin sonunda sizə dərsdə etdiyiniz nöqsanlarla bağlı fikir bildirir. Bu zaman nə edərsiniz? Aha. Təbii ki, hər bir direktorun haqqıdır ki, gəlib dərsimizdə otursun, dərsimizi izləsin təbii ki. Və bu izləyən zaman isə mən çalışaram ki, yəni öz dərsimi, çünki biz həmişə dərsimizi planlaşdırırıq və planlaşdırmamı düzgün apararam ki, yəni heç bir nöqsan tapmasın. Amma əgər nöqsan tapıbsa da, mən tənqidə açıq bir müəlliməm, yəni həmin tənqidi qəbul edərəm və digər dərslərimdə nöqsanlara yol verməməyə çalışaram, düzəldərəm yəni. Qəşəng. Afərin sənə Səbinə müəllimə. Müəllimə, qəşəng danışırsan. Bu da sənin deyək ki, bazanın qəşəng olmasından, yəni kurikulum bazanın geniş olmasından önə gəlir. Ona görə də yəni müsahibəyə qədər siz ümumiyyətlə yəni partlayış eləyəcəksiniz müəllimə. Amma təbii ki, o Allah saxlamış imkan versə. Oldu müəllimə, təşəkkürlər əzizim. Çox sağ ol.